Ay AI rubrikasının ilk buraxılışı ilə qarşınızdayım. Artıq süni zəka və innovasiya ilə bağlı maraqlı məlumatları bu rubrika vasitəsilə sizinlə bölüşəcəm. İlk mövzumuz isə 5 ən yaxşı süni zəka aləti ilə bağlıdır. Gəlin baxaq, olmazsa olmaz süni zəka alətləri hansılardır və onlarla nələr eləmək olar. Getdik. Qeydləri qısa zamanda sistemləşdirməyə və onlardan infografik dizaynlar hazırlamağa kömək eləyir. Xüsusilə blog və təqdimat üçün post hazırlayanlara faydalı olacaq. FreePic verdiyimiz prompta əsasən fərqli dizayn və stildə xarakterlər, fotolar yaradır. Bununla yanaşı hazır fotoya düzəliş etməyə funksiyası da var. Uzun sənədləri və videoların linklərini bura yükləyərək qeydlər çıxarmasını, xülasəsini danışması, sənədin içindən istənilən suala cavab verməsini istəyə bilər. Adından da göründüyü kimi bələdçilik eləyir. Bunun üçün ekranda hər hansı prosesi etdiyimiz zaman onu aktivləşdirmək kifayətdir. Daha sonra ekranda nələr etdiyimizi qeyd eləyir, hər addımı bölür və başlıqlar verir. Beləliklə bir mövzunu dəfələrlə izah eləməyə ehtiyac qalmır. Bu isə sadəcə veb-sayt deyil, açıq mənbə AI ekosistemidir. Yəni sadəcə burada minlərlə ödənişli və ödənişsiz süni zəka alətlərini tapmaq mümkündür. Aylıq abunəlik minimum $9-dan başlayır. Ancaq ödənişsiz formada da istifadə etmək mümkündür. Faydalı oldusa dostlarınızla bölüşə, bu və başqa məlumatlardan vaxtında xəbərdar olmaq üçün məni izləyə bilərsiniz. Oldu, sağ olun.